Mən deyərdim elə Niyaməddin müəllim o mahnıya peçat vurub. Möhrünü vurub. Şahnaz təsnifini ifa eləsək daha yerinə düşər. Niyaməddin müəllim doğrudan da o mahnının elə bir möhrünü vurub ki, həqiqətən. İndi ondan sonra onu yanıb o cür mümkün deyil oxumaq. Amma biz də haradasa indi özümüzə məxsus belə çalışaraq ki... Bu mahnını mən 3-cü ifasıyam bu mahnının. Birinci dəfə oxuyub Tükəzbə xanım İsmailova. Sonra Təvəkkül Musayev oxuyub. Qoy sənət adamlar da hamı bunu bilsin. Mən bunu 73-cü ildə Tükəzbə xanımdan eşitmişəm. Mən nəğmənin, o nəqarətin yerini dəyişdim. Nəğməni vilayəti dilkeş, muğam bilənlər bilir bunu. Vilayəti dilkeş elədim. Vilayəti, ondan sonra dilkeş. Gəldik, o yanan yer düşdü ora. Ondan sonra da orada muğam ifa elədim. Allah'ım da yarikar oldu. Xalq da bunu sevdi. Və çox şadam ki, Sizin ürəyinizdir, mahnıya qatmışsınız. Və improvizə, uğurlu improvizə olub. Buyurun. Size ilk eşkimin şahidi dağlar, şahidi dağlar, ötülü balşalar, çiçeğli bağlar, çiçeğli oy
sen beni Könlüm seni yanına Gülyanaq Məmmədovanı hələ belə görməmişdiniz. Onu göz yaşlarına boğan səbəb hamını kövrətdi. Alim Qasımov Şahnaz təsnifi ilə birazdan nanəlidir. Bu məqamda bir şey istəyirəm. Niyamətli müəllim, oradan belə edirsiniz, görürəm. Bəli. Bir parça sizin avazınızı bu mahnıdan eşitmək. Çünki bunu mən yox, efirdə indi bizi hal-hazırda izləyən hörmətli tamaşaçılar istəyəcəklər. Sizin o avazınızı bu mahnıda duymaq istəyəcəklər, nəfəsinizi. Bir parça Elmana təşəkkürümüzü bildiririk. Təbii ki, sənət aləmində tar ifaçısı Elman müəllim. Bir daha xoş gəldiniz verişimizə. Gözəl gedir verişimiz. Sizin bir avazınızı eşitək. Hər ikisi gözəl ifa elədilər. Özlərinə məxsus ifa eləyirlər. Bilirsiniz, burada bir dənə o, necə deyim, bunun bir incəliyi var. Mahnı lirik mahnıdır, Sait Samitlər var. O Sait Samitlər var da, sevən ürəyim, sevən ürəyim, onu sonra... Biraz mən gəlb yaxınlaşmalıyam orada sizə. Sait Samitlər gərək yerinə düşsün. Mən indi bunlarla oxuyum, nə deyim? Görün, texnikasına baxın mahnının. Biraz ondan. Sizi keşkime şahede dağlar şahede dağlar yatile bahçalar çiçekli bağlar çiçekli seven
Gələnə donmusan, nə çanaysan. Ondan sonra muğam gedir, bax belə. Mən bu aləmi bir Gülüstan bağına bənzədirəm. Elə bilirəm ki, o bağda, o Gülüstanda çox al, əlvan, gözəl, ətirli çiçəklər açıb. Hərəsi bir rəngdə, hərəsi bir qoxuda. Hansını əyilib iyləsən, məst edəcək səni. Və burada o səslər sadəcə mənə o təəssüratı verir. O təəssüratı bağışlayır. Ona görə də dəyərli və gözəl ifaları olan sənətkarlarımızı biz gerçəkdən qorumalıyıq, onları sevməliyik hamımız. Bizim verilişdən bir xatirə olaraq kiçik bir haşiyə çıxmaq istəyirəm. Alim Qasımov bəs Nanəlidə çox gözəl sənətkarımız bu mahnını ifa etdi. Bir kiçik hissə izləyək, yenidən qayıdacağıq. Sizə yekişkime şahidi dağlar, şahidi dağlar. Hatırlı bak çalar, çiçekli bağlar, çiçekli bağlar.